Salam əziz şagirdlər, bu videomuzda da sizə növbəti bir qəbul sualının izahını verəcəm. Sualın şərtində deyilir, y bərabərdir fx funksiyasının qrafikinə, absisi x0 olan nöqtədə çəkilən toxunan, ox və oy oxlarına uyğun olaraq 4, 0 və 0, -2 nöqtələrində kəsirsə, f törəmə x0-ı tapın. Deməli, törəmənin həndəsi mənasından bilirik ki, y bərabərdir fx funksiyasının qrafikinə, absisi x0 olan nöqtədə çəkilmiş düz xəttin bucaq əmsalı f törəmə x0 bərabərdir k şəklində tapılır. Yəni, funksiyanın törəməsinin x0 nöqtəsindəki qiyməti həmin düz xəttin bucaq əmsalına, yəni k-ya bərabərdir. Düz xəttimizin keçdiyi nöqtələr, deməli 0, -2 və 4, 0 nöqtələrdir. İki nöqtədən keçən düz xəttin bucaq əmsalı k bərabərdir y2 çıxılsın y1 bölünsün x2 çıxılsın x1 düsturu ilə tapılır. Verilənləri gətirib yerinə yazsaq, deməli, nöqtənin biri olsun x1, y1, digəri isə x2 ilə y2 olsa, verilənləri yerinə yazsaq, y2 -2-dir, -2 çıxılsın, y1 0-dır, məxrəcdə x2 0-dır, çıxılsın, x1 isə 4-dür. -2 çıxılsın 0 edir -2, məxrəc deyilir -4, ixtisar eləsək 0,5 alırıq. Cavab A variantı.